54 yaşında qadın xəstədir. Deməli, ayağının altında yanma hissi var. Nə var başqa? Keyləşmə var, yanma hissi var. Daha çox yeriyəndə olur. Yeriyəndə hiss edir, daha elə Keyləşir, anladım. Buna biz müayinə elədik. Tarzal tunel sindromu deyirik. Tibia siniri, yəni qamış sinirinin bu tuneldən keçərkən sıxışması nəticəsində olur bunlar. Demək, bu biləkdəki, necə karpal sindromu deyirik, əl biləyində tuneldən keçəndə sıxışır, yanma hissi, keymə hissi, ağrılar olur. Bu da onun analoqudur. Bu, prosta sadəcə olaraq ayaq nahiyəsində olur bu. İnşallah bunu hidrodiseksiya metodu ilə siniri sərbəstləşdirdikdən sonra şikayətləri tamamilə ortadan qalxacaq. Sağ ol.